Əziz müştərilərimiz, çox suallardan birini aydınlığı gətirmək istəyirəm. Müştərilər mənə sual verirlər ki, siz evinizdə hansı profildən istifadə eləmişsiniz? Mən öz evimdə Nerjevika profildən və şəffaf şüşədən istifadə eləmişəm. Çox müştərilər də sual verir ki, şəffaf şüşə ləkə saxlayır. Mənim bu evimdə ara kəsimə 7 ildir istifadə edirəm. Və şəffaf şüşədir. Gördüyünüz kimi 7 ildə bunun təmizliyini video şəklində görə bilirsiniz ki, bu necə təmizdir. Bunu yalan məlumatlar verirlər müştərilərə. Biz şüşə üzərində elə bir maddə vururuq ki, o ləkə saxlanır. Yalan bir ifadələrdir, buna inanmayın. Şüşəyə o zaman lak deyilən bir şey vurulur. O da şüşənin çöl tərəfinə vurulur. İç tərəfindən istifadə olunmur. Və şüşəyə matlı bir rüsumka, palasa işlənilərsə, o zaman lak vurulur. O da içəri üzrə deyil. Yəni, ləkə saxlamayan maddə deyilən bir şey yoxdur. Və mən müştərilərə həmişə təklif edirəm, şüşə şəffaf olsun, hər kəsin öz seçimi var, hər şüşədən istifadə edə bilərlər. Və Nerjevika haqqında qısa məlumat vermək istəyirəm sizə. Nerjevika profildir, 304 probu inandır, 8 mm şüşədən istifadə olunur və latun roliklərdir. Hər yığılan duş kabinaya 500 zəmanət veririk. Başqa videolarımızda da qısa sizə məlumatlar verəcəyik.